videosunu görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam değerli izleyicilerimiz, her birinizin sabahınız xeyir olsun. Değerli izleyicilerimiz, yolumuz Mingəçevir şəhərindədir. Elə buradan fürsətdən istifadə edib bütün Mingəçevirləri salamlayıram. Hal-hazırda Yevlaxdayam. Buradan elə bütün Yevlaxlıların hər birini salamlayıram. Və gözəl izleyicilerimiz, mənim WhatsApp'ıma bir video atmışdılar. O videonu da statusumda paylaştım. Çok sağ olsun değerli kardeşlerimiz, xeyirxah kardeşlerimiz pul göndəribdilər. Mən də bax o pulla 130 manatlıq ərzaq alıb aparıram. Deməli, Sabirabadlı Elnur kardeşim, öpürəm səni. 2500 rubl göndəribdi. Təşəkkür edirəm. Allah cibini dolu eləsin. Və Ağcabərdili mənim dostum, kardeşim, adının çəkilməyini istəmir. 3000 rubl göndəribdi. Allah min əvəzin versin gözəl kardeşim. Allah ruzi bərəkətini bol eləsin. Mingəçevir şəhərindən mənim gözəl kardeşim, xeyriyyətçi kardeşim, Samir kardeşim, təşəkkür edirəm. Allah min əvəzin versin. Samir kardeşimiz da 2000 rubl göndəribdi. Allah canını sağ eləsin. Və gözəl kardeşimiz, xeyriyyətçi kardeşimiz Aksulu Ramin kardeşime öz minnətdarlığımı bildirirəm. Ramin kardeşim de gözəl izləyicilərimiz 1000 rubl göndəribdi. Allah min əvəzini versin. Allah canınızı sağ eləsin. Allah ruzi bərəkətinizi bol eləsin. Deməli, gözəl izləyicilərimiz. İndi isə bax elə hal-hazırda kürü keçirəm. Mingəçevirə gedirəm. Videomuzu hər bir kəsdən xahiş edirəm, izləyərsiniz və bəyənib like verərsiniz ki, videomuz daha çox insanlar faydalansın. Allah bütün xeyirxah qardaşlarımızı, bacılarımızı var eləsin. Videomuz davam edir, izləmədə qalın. Gözəl izləyicilərimiz, elə mən yol gələrkən bir gözəl şad xəbər də aldım. Elə istədim bunu izləyicilərimizlə paylaşam. Həmişə bildiyiniz kimi bizim kanalımızda Ələkbərov Firuzə bacımız var. Həmişə bizim kanalımızda yardım eləyir və elə indi də 30 manat göndərdi ki, onun 20 manatını verərsən İlkin Balıya, 10 manatını da özünə. Mən də ona indiyənə qədər həmişə Firuzə bacı deyə müraciət eləmişəm, danışmışam. Amma bugündən dəyişdik. Bugündən Firuzə nənə deyəcəyik. Gözün aydın olsun ay Firuzə nənə. Firuzə nənəmiz bu günləri ilk nəvəsi olubdu. Nənə olubdu. Təbrik eləyirəm, təbrik eləyirəm. Böyük uşaqlardan olsun, bilmədim oğlandı, qızdı. Hər nədirsə Allah'ın verdiği paydı. Təbrik eləyirəm, gözün aydın olsun. Allah bütün balalara toy qismət eləsin. Gözə görünməz Allah Taala. Mingəçevir şəhərindəyəm gözəl izləyicilərimiz. Evladı olmayanlara da Allah evlad nəsib eləsin. Amin inşallah. Gəldik, çıxdıq Mingəçevir şəhərinə gözəl izləyicilərimiz. Değerli izləyicilərimiz, mən gəldim, çıxdım Mingəçevir şəhərinə. Bax bu qardaşla bu bacıya və bu 2 dənə körpə balıya gözəl xeyirxah qardaşlarımız pul göndərib 130 manatlıq bazarlıq edib gətirmişəm. 20 manat maşınımıza yanacaq vurmuşam və Ağcabərdili qardaşım da 1000 rubl mənəsi gerək pulu göndərib. Sağ olsun, Allah gün əvəzin versin. Bunların hər ikisi həm laldır, həm kardır. 2 dənə bir qızı var, bir oğlu var. Bu bir dənə telefonumu gətirim. Yəni biz həmişə sözlə deyirik, bunlar da yəni eşitmir. Həmi lal, həmi kardılar. Ona göre de burada istəyirəm ki, bax oradan Sabirabadlı Elnur kardeşim, Sabirabadlı Elnur kardeş sizə pul göndərib. Sağ olsun, Allah var eləsin. Ağcabərdili dostum pul göndərib sizə. Ondan sonra Mingəçevirli Samir
Sizə pul göndəribdir. Aksulu Ramin sizə pul göndərib. Mən də sizə bazarı gətirmişəm. Allah ciblərini dolu eləsin. Bunları sizə bizim kanaldan göndəribdirəm. Pul göndəribdir. Mən də alıb gətirmişəm balacalara. Bunları. Şirin ağızla yiyin. Burada ətdə var, ət. O xaladelniya qoyun, xaladelniya, marezerka. Bax, budur. Boy. Toprağımız var, toprağımız. Maçı. Uçsini. Allah sizə uzun ömür, can sağlığı versin. Allah bax bu gül balaları saxlasın. Deməli, gözəl izləyicilərimiz, and ola Allaha, Allah şahidimdir ki, yəni neçə ildir mən xeyriyyəçiliklə məşğulam, məni tanıyan tanıyır. Allah cəmi şəhidlər bizə rəhmət eləsin. Və bax, Mingəçevir şəhərində də bir şəhid ailəsinə, şəhid Rüstəm qardaşımızın adını etdirmişik, xalqın birliyi sayəsində. Allah xalqımızı var eləsin. And olsun Allaha, mən elə burada qohumum var, ona zəng elədim, o məni qarşıladı, tanımıram da. Gəldik, o bacı idi evdə, qardaşı yox idi. Bacı başa salam mənim, bagajı açdım, aynı göstərdim. Allah şahidimdir ki, bacı nətər sevindisə, yəni o mənə həqiqətən çox fərəhləndim ki, həqiqətən bax bu ailəyə biz yardım gətirdik. Allah sizləri var eləsin, qardaşlarım, bacılarım. Mən elə istəyərəm ki, arada sırada gözəl qardaşlarımız, bacılarımız yardım göndərər, bu ailəni gətirib sevindirər. Allah sizləri sevindirsin. Aşıya hamısı sizindir. Hamısı sizindir. Dever. Bak bu kanalda bacı, kardeş. Onlar size həmişə pul göndərəcək, aynı ön gətirəcək. Siz də sağ olun. Hala gaga. Yapma ver onu. Döşeceksin. Emre'yle orada şağıl. Emre'yle şağıl ile sen. Şağıl ile. Şimdi şağıl ile Emre'yle. Sağ ol.
Gözəl izləyicilərimiz. Bilirsiniz bunları nə qədər sevinir. Mən bilirəm ki, bunların ürəyə patlayıcı. Bax, bir dəqiqə bunların ürəyə patlayıcı. Sizə deyək ki, sağ olun mənim gözəl qardaşlarım. Yəni, bunların adından mən deyirəm. Allah sizi var eləsin. Yaxşı ki, varsınız. Allah haqqı mən hələ bu da neçə ildir yardımlar paylayıram. Bir belə evlər tikilib bizim kanalda. Bir belə xəstə balalara yardım eləmişik. Həqiqətən deyirəm, mən bugünkü kimi nə çəkilişim olmayıb, nə bugünkü kimi mən sevinməmişəm. Yəni, dilsiz ağılsız bir insana, bir insan ki, susluya su istəyə bilməyə, bir insan ki, aja yemək istəyə bilməyə. Bax, siz elə bir insana yardım elədiniz. Və bunların 2 dənə körpə balaları var. Biri qızdı, balaca qızdı, yeşədə oğlandı. Bunlara bu günlərim sağ olun ki, elə statusuma videonu qoyan kimi gözəl qardaşlarım yardım elədilər. Valla əl tutmaq əldən qalar. Allah etdiyiniz yaxşılıqları, attığınız hər addımı Allah o sanata salsın. Yəni ona da ürək lazımdır. Elə insanlar var ki, milyonu var, amma bir köpük yardım eləmir. Amma bizim ətrafımızda, bizim kanalımızda o qədər gözəl qardaşlar var, o qədər gözəl bacılar var ki, o qədər gözəl analar var ki, yəni çəkilişsiz belə statusumuza videonu qoymaqla bax bu bacıya, bu qardaşa gözəl yardım elədilər. Çox sağ olun, dəyər verdiyinizə görə ayrı-ayrılıqda hər birinizə öz minnətdarlığımı bildirirəm. Allah xalqımızı qorusun, Allah birliyimizi qorusun. Allah fani dünyada yaşayırıq. Heç kim özü ilə var dövlətin aparası deyil. Ancaq etdiyimiz yaxşı əməllərimizi apara bilərik. Allah vaxtsız ölüm heç kimə qismət eləməsin. Allah bütün izləyicilərimin ölənlərinə rəhmət eləsin. Allah Taala'dan arzu edirəm. Kanalımızda gözəl bacılarımız var, qardaşlarımız var. Evlat yolu gözləyir. Allah evlat nəsib eləsin sizlərə. Təşəkkür edirəm hər birinizə. Uzun ömür, can sağlığı arzu edirəm. Çəkilişimizi də burada yeşimlaşdırıram. Bu kanalda bu bacı ilə bu qardaşı nəzərimizdə saxlayarıq. Ayda bir dəfə, 2 dəfə düyümüz satandan, kasıbın olanından alıb gətirərik, bu körpələr yeyər. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Gedək.